Salam hər kəsə. Ovda və kempingdə istifadə edə biləcəyiniz bu 3 məhsulu sizə təqdim edirəm. Daxilində 2 ədəd 5000 mAh batareyası olan, kifayət qədər qalın korpusa malik, vurma məsafəsi 700 metr olan və 6000 lümen işıqlandırma gücünə malik bu fənər gecə ovunda və bir çox işlərdə sizə yəni kifayət qədər işıqlama, güclü işıqlama təmin edir. Əlavə olaraq powerbank özəlliyi də var. Buradan isə fənərin özünü şarj edirsiniz Type-C və bu qaydada fənəri ilk öncə qoşmaq üçün 1, 2, 3, 4 dəfə klik etdikdə kilit rejimindən çıxır. Avtomatik olaraq kilit rejiminə keçid edir, əgər fənər sönük vəziyyətdə qalıbsa və düyməni sıxıb saxladıqda isə müxtəlif rejimlərə azdan çoxa doğru dəyişə bilirsiniz. Güclü rejimi isə 2 dəfə turbo rejimə keçid etməklə 1 saniyə ərzində 2 dəfə klik etməyiniz kifayətdir. Eyni zamanda da gecə işlərində, gecə ovlarında, bir çox işlərdə sizə uzun müddətli işıqlandırma təmin edən Sofirin HS41 modeli 5000 mAh batareyası, hər ikisi suya davamlılıq sertifikatı var və 4000 lümen maksimum gücüdür. Vurma məsafəsi isə təxmini olaraq turbo rejimi nəzərə alsaq 300 metr təşkil edir və suya da davamlıdır. Bu qaydada da qoşduqda düyməni sıxıb saxladıqda azdan çoxa doğru işıqlanmasını dəyişir və yaddaşı da var. Əlavə bir neçə funksionallığı da var. Sadəcə qısa saxlayıram videonu. Bu isə kempingdə və ovda kifayət qədər yəni kəskinliyə malik belə bir mini bıçaqdır. Bura isə tamamilə metal işləmədir. Xrom vanadium metalından hazırlanmış kamp bıçağıdır. Hər 3 məhsul profildəki linkdə var. Oradan keçid edib baxa bilərsiniz. Sifariş də oradan qəbul olunur.